Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gürcüstanın Bolnisi Bələdiyyəsinin Ayorta kənd sakini 28 yaşlı Fərman Xəllov Polşada faciəli şəkildə həyatını itirib. Xəbər portalına istinadən xəbər verilir ki, gənc göldə çimərkən boğularaq ölüb. Bildirilib ki, Fərman Xəllov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı. Qeyd edək ki, bundan öncə Gürcüstandan olan daha bir Azərbaycanlı gənc Polşada göldə boğularaq ölmüşdü. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbr diləyirik. İyulun 4-də Bakıda baş verən partlayışda ölən 2010-cu il təvəllüdlü Zəhra İsrafilovanın fotosu yayılıb. Xəbər verilir ki, bu barədə Zəhranın oxuduğu 158 nömrəli tam orta ümumi təhsil məktəbi məlumat yayıb. 158 nömrəli tam orta ümumi təhsil məktəbinin 11-ci el sinif şagirdi İsrafilova Zəhra Pərvin qızının yaşayış evində partlayış zamanı faciəvi şəkildə vəfat etməsi səbəbilə dərin hüzn keçiririk. Mərhumun ailəsinə, yaxınlarına, sinif yoldaşlarına, müəllimlərinə və məktəbimizin bütün kollektivinə dərin hüznlə başsağlığı verir. Uca Allahdan ona rəhmət, ailəsinə və doğmalarına səbir və dözüm diləyirik. Allah rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun deyə məlumatda qeyd olunub. Qeyd edək ki, hadisə zamanı evdə 4 nəfər ana və 3 övladı olub. Qız partlayış olan otaqda olduğundan hadisə nəticəsində dağıntılar altında qalaraq ölüb.